Davam edəcək. Bugün mən sizə kompozit operatorları haqqında 3-cü hissə çəkəcəm. Biz əvvəlki mən bir hissə çəkəcəkdim, onu böldüm 2 hissəyə və bugün də mənim keyfim yaxşı olduğuna görə belə bir fikirləşdim ki, sizə əlavə olaraq kompozit operatorları haqqında biraz da məlumat verirəm və siz bundan sonra görəcəksiniz ki, PopTi Trader məsəl üçün müəyyən bir hissəsini görəcəksiniz. Bu da sizin bacarığınızı, indi əvvəlcədən sizə deyim, sizin bacarığınızı hardasa bir 10% üstünə gələcək. İndi dediyim məlumatda. Əvvəl sizə Vaykov haqqında məlumatın 20%-ni demişdimsə, indi də burada bir 10%-ni deyəcəm. Cəmi ümumi sizdə 30% olacaq. Bu 30% sizə müəyyən bir bazarda baxış bucağınızı dəyişəcək. Əlavə olaraq sizə bir söz deyim dostum. Sizlər çoxları konsept öyrənirsiniz. İndi mən burada göstərəcəyim işarələr və yaxud da çetyojlarmı deyə. Onlar pattern fasonda, amma mən sizə bunu pattern fason yox, ətraflı izahını verəcəm. Bu videoda diqqətlə oturun, baxın və görün. Richard Demel Vaykov 1873-də anadan olub və 1934-də rəhmətə gedib. İndi davam eləyirik. Burada biz xırdalıqların, bundan əvvəlki mən sizə geniş bir giriş vermişdim. Mənasını izah eləmişdim. Kompozit operatorlar kimlərdir, nə iş görür, niyə görür, nə üçün görür və s. Ən ətraflı sizə izahını vermişdim. Giriş çox böyük olmuşdu. İnanmıram ki, mənim kimi sizə giriş belə bir mövzu çəkərlər. Çünki 99'da %99% traderlər bilmirlər. Onlar heç trade nədir bilmirlər, knopka basırlar. Bir mövzuya keçməmişdən bəzən də bir məqam da sizə çatdırım. Artıq siz bilirsiniz ki, internetdə bir nəfər çıxıb trade istəyir, deyir, nə bilim, trade qumardır və s. nədir? Yatırımlar yaxşıdır, zordur. İnsan dərk eləyə bilmir ki, ay insan, sən yatırımla məşğul olursansa, o demək deyil, sən gedib hansısa bir rəqəmləri analiz eləməlisən. O rəqəmlər InvestAz saytında da var dostlar. InvestAz saytıdır, nə də Azərbaycanda YouTube kanalından. Girin, baxın, səhmi almaq üçün hansı göstərici baxmalısan, niyə baxmalısan, nə üçün, nəyə görə kiməsə pul verib gedib yatırım eləmək üçün sən kimlənsə nəsə öyrənməlisən ki, Tesla necə yatırım eləyəsən. Qalan knopkadır, almağı, satmağı, spotdan söhbət edirəm, yəni yatırımdan. Amma gəl ki, güclü fundamentalı analiz eləyən adam spotda yatırım üçün, o insan hələ dərk eləyə bilmir ki, tradingdə fundamental da təşkil edir. İnsana iki dənə sual versəm ki, əgər tutalım ki, filan şeylər necədir, nə cürdür, ona cavab verə bilməyəcəm, amma onu bilirəm, cavab verə bilməyəcəm. Əgər bir cəhətdən ki, əgər onu qumar sayırsa, onda bilsin ki, kompozit operatorlar spotda da tətbiq olunur. Yəni yatırımlarda da tətbiq olunur dostlar. O yatırımlarda kompozit operator işin görməsə, onda qrafik tərpənməz. Ona görə də diqqətlə bilmək lazımdır ki, trading bir ucdan, yəni yatırıma da bağlıdır. Biz burada analiz eləyib tətbiq eləyirik ki, burada necə olar, hansı bir vəziyyətdə nə ola bilər, qiymət hara gedə bilər. Bunu kör-körünü eləmir. Qaldı ki, qəpik söhbətinə qəpik atır, nə bilim 8000 adamlar, nə bilim gəldi, axırda 250 adam qaldı. Mən onu o haqda videoda çəkdim, paylaşdım dostlar. Yaxşı trader, 1% qazanan trader deyilsə, ömrü boyu qəpik söhbətini iştirak eləmək. Çünki onun açdığı əməliyyat 50-50-yə deyil, bəxt deyil. Onun açdığı əməliyyat analiz eləyib fundamental və yaxud da öz analiz üsulunu analiz eləyib açdığı əməliyyat. Onun açdığı əməliyyatda 1% daim qazancda olan traderlərin açdığı əməliyyatda ona gözü yumulu buy-sell vurmur. Qəpik atmaq gözü yumulu sənə buy-sell vurmaqdır. Hamı bilir, ya yuxarı gedəcək, ya aşağı gedəcək. Amma iş ondadır ki, oturub analiz eləməlisən. Yəni qəpikdə heç bir analiz yoxdur ki, sən hansısa bir tərəfini seçəcəksən birinci növbədə. Yəni bəxtəbəxt burada əməliyyatlar açılmır. Düzdür, bəzi insanlar bunu qumar kimi yanaşır. O insanın qəpik söhbətində bu trade sahəsində elə yanaşmağı qumardır. Özü qumar kimi yanaşırsa, bu deməkdir, hamı bu trade sahəsində qumar kimi yanaşmalıdır. Güclü traderlər bunu geniş izah edir, geniş öyrənir. Yatırımla məşğulsan, bir sual verə bilərlər ki, insana, tanım ki, mənim 100 milyon bir balansım var, mənə filan səhmi almaq lazımdır. O yatırımı necə eləyəcəksən sənə ümidli olsam mən? Onu cavab ver, izah elə, başa sal məni. Nə başa salacaq, necə başa salacaq?
5 manat 10 manatla səhmə yatırım eləmək o demək deyil ki, o yatırımcı sayılır. Yatırımcı fundamentalı güclü bilməlidir. Fundamentalı güclü bilən insan o ömrü boyu trading sahəsində qumar deməz, illüziya deməz, bəxt deməz. O bilə ki, tradingin 20-30% fundamental təşkil edir. Böyük fondlar belə analiz edib yatıranda onlar ən azından fundamental da analiz edib yatırlar, spotlar və s. digər fondlar. Onlar əlavə bir göstəricidən əlavə, onların əlavə addımları var. İndi isə biz daxil oluq, indi dərsimizə davam edirik. Ehtiyac yoxdur burada danışmağa. Biz çünki kompozit operatorları davam edirik və kompozit operatorlarda biz diqqətlə baxacaq, görək nə baş verir və bunun qanunları nədir. Ümumilikdə Wyckoff metodu maraqlıdır. Ona görə ki, bu mahiyyət etibarilə, mən qeyd eləmişəm, o qeyddən oxuyacağım və sizə bir göstərəcəm, çünki heç nə yadımdan çıxmasa ola bilsin ki, neysə buraxım, ona görə qeyddən üçün çox oxuyuram, diqqətlə qulaq asın. Ümumilikdə Wyckoff metodu maraqlıdır. Ona görə ki, bu mahiyyət etibarilə indikatorsuz yanaşmadır. Bu yanaşma qiymət dinamikasının davranışına və onu müşayiət edən ticarət həcmlərinə volüm əsaslanaraq bazarda üstünlüyün kimin tərəfində olduğunu müəyyən etməyə imkan verir. Tələb tərəfində, yoxsa təklif tərəfində. Üstəlik bunu mövqelərin hələ toplanması, yəni accumulation və ya əksinə paylanması distribution mərhələsində olduğu zaman müəyyən etmək mümkündür. Wyckoff'un metodu əsas 3 qanuna söykənir. Birinci qanun, tələb və təklif qanunu. Əgər tələb çox olarsa təklifdən qiymət artacaq. Əgər təklif çox olarsa tələbdən qiymət azalacaq. Tələblə təklif eynidirsə bərabər olacaq. Bu birinci qanundur, tələb və təklifin qanunudur. Yəni tələb və təklifin qanununun da birinci, əgər tələb təklifdən çox olarsa qiymət artacaq. İkinci, əgər təklif tələbdən yəni çox olarsa onda qiymət azalacaq. Üçüncü, tələblə təklif bərabər olarsa qiymət bərabər olacaq. Burada öz tərəfindən bir məqamı əlavə etmək istərdim. Tələb və təklif qanunu bütün əsasların əsasıdır. Bunu sadəcə qiymətləndirməmək olmaz. Bu, sizin bazarı qavramaq paradigmanız olmalıdır. Məsələn, əgər bazarı izah etmək üçün başlanğıc nöqtəsi kimi heç kimin tanımadığı bir manipulyatoru qəbul edirsinizsə və o adətən tək başına bazarın hara gedəcəyinə, yuxarı yoxsa aşağı istiqamətdə hərəkət edəcəyinə qərar verirsə, bu metodu mənimsəmək və ondan düzgün istifadə etmək üçün sizin daha çətin olacaq. Wyckoff metodunda məhz bu interpretasiya ilə bağlı səhvə yol vermək mümkün olan bir məqam da var. Əlbəttə, bunu daha sonra ətraflı şəkildə araşdıracağıq. İndi diqqətlə biz baxırıq burada görək nədir. Bir dəqiqə, buradan böyüdək biraz. İkinci qanun, səbəb və nəticə əlaqəsi. İkinci qanun səbəb və nəticə əlaqəsidir. Səbəb bazarın müəyyən bir müddət konsolidasiya etməsi, hərəkətsiz qalması, nəticə isə konsolidasiyadan sonra qiymətin yuxarı istiqaməti güclü hərəkətidir. Fikir verin, bax, səbəb və nəticə göstərilir. Burada konsolidasiya vaxtı bu səbəbdir, yəni biz baxacaq niyə olur, nə üçün olur, ona da indi baxacaq gələcəkdə. Və burada nəticədir, yəni konsolidasiyadan çıxışıdır. İstəyir aşağı da gedə bilər, yuxarı da gedə bilər. Burada yuxarı olduğuna görə, yəni yuxarı göstərilir. Eləncə də bu test formatı, sizə dediyim kimi, səbəb, konsolidasiya və nəticə. Yəni konsolidasiyadan çıxış hissəsi.
Yəni görə bilirsinizmi niyə indikator işlətməyə ehtiyac yoxdur? Bu Wyckoff sistemi çox qəliz bir sistemdir. Onu 80% bilən adama heç indikator ehtiyac yoxdur. Yadda saxlayın. Artıq bazarı oxuyuruq. Sözün əsl mənasında mövqelərin toplanması accumulation, İngiliscə sözləri biraz yaxşı deyə bilməm, üzr hesab edin. Accumulation bir səbəb olacaq və bunun öz nəticəsi olacaq. Bu nəticə isə yüksəliş trendi və qiymətin artması şəklində özünü göstərə bilər. Müvafiq olaraq, əgər bizim səbəbimiz mövqelərin paylanmasıdır, yəni distribution, onda bunun nəticəsi qiymətin aşağı düşməsi olacaq. Əslində bu səbəbi vaxtında necə müəyyən etmək lazım olduğunu biz birlikdə araşdıracağıq. Bunun üçün Wyckoff bizə müvafiq sxemləri tətbiq edir. Bu qanunda vurğulanması əsas məqam budur ki, əgər səbəb zəif və ya əhəmiyyətsizdirsə, nəticə də buna uyğun olacaq. Başqa sözlə, ikinci qanun bizi qiymət hərəkətinin potensialına yönəldir. Məsələn, siz Wyckoff üzrə dönüşü müəyyən etmək üçün monitor qarşısında sayısız hesabsız şam izlədiniz. Müvafiq əlamətlər əsasında bunun toplanma accumulation fazası olduğunu müəyyən etdiniz. Amma nəticədə həmən fazanın potensialına heç uyğun olmayan kiçik bir mənfəət gördünüz. Yaxud əksinə siz paylama distribution fazasını müəyyən etdiniz, lakin gözləntinizə açdığınız short mövqeyə və məsələn aktiva olan inamsızlığına görə qiymətin ən azı 90% düşəcəyini gözləyirsiniz. Lakin Wyckoff'un ikinci qanunu sizi qiymətin enməsinin səbəbini qaytarır. Əgər səbəb olan paylanma fazası əhəmiyyətsiz və zəif idisə, onda qiymətin aktiv üçün katastrofik nəticə yaradacaq qədər düşəcəyinə nə üçün gözləyək yəni. İndi isə gəlin burada sizə bir söz deyim. Deməli, bu şəklə baxaq, bu şəklə gözməyib. Burada 6 hissədə olan, yəni burada 6 hissədə olan gördüyümüz kimi volümdür, yəni həcm. Diqqətlə fikir verir. Həcm demək olar ki, bərabər qalır, qiymət qalxır. Həcm düşür, qiymət getdikcə artır. Həcm biraz qalxdığı zaman, amma elə də çox qalxış getmir yuxarı, görürsünüzmü? Bir düşüş verir, qalır. Yəni, bu deməkdir ki, bu çox təsir eləmədi bazara. İndi isə diqqətlə 3-cü qanuna baxaq. 3-cü qanun, yəni güc və nəticə qanunudur. 3-cü qanun güc və nəticə qanunudur. Güc alış həcmi, qiymətin yuxarı hərəkəti, yəni alıcı çox olanda qiymətin yuxarı hərəkəti, güclü satış həcmi, qiymətin aşağı hərəkətidir. Həcm artdıqca qiymət hərəkəti arasında güc də daha aydın görünür. Bu həcmə görə, yəni həcm artdıqca güc də yəni görünürsə, tamam ki. İndi baxaq, 3-cü qanun isə güc və nəticə qanunudur. Mənim fikrimcə bu qanun ümumiyyətcə VSA-nın, yəni volume spirit analiz, yəni həcm və spirit analizi anlamağın əsas açarlarından biridir. Əslində VSA-nın əsas da Wyckoff'un metoduna dayanır. Burada kiçik bir qeyd etmək istəyirəm. Bu mövzu ilə bağlı videonun altında mənbələrə keçidilər və bunu mən yerləşdirmək artıq demək istəyirəm ki, yəni bu keçidlər mənbəyə keçid məndə Telegram qrupundadır. Kim istəsə gəlib daxil ola bilər digər hissələrə və yaxud da onun əvvəlki kitabı. Amma bu kitabı yerləşdirməyəcəm Telegram qrupunda. Çünki bu kitabı sizə bir sözüm dostlar, ona görə yerləşdirmirəm ki, istəmirəm yerləşdirim Telegram qrupunda. Çünki bu kitabı kim istəsə pul ödəyib alar. Çünki bu kitabda demək olar ki, bir çox mövzu yazılıb. Deyirəm, amma sizə deyəcəm, amma yerləşdirməyəcəm. Çünki davam edirik. Çünki təəccüblü şəkildə Wyckoff'la bağlı belə özünü Wyckoff metoduna əsasən ticarət edən, hesab edən bəzi insanlar düşünürəm ki,
də kim daha çox alıbsa, deməli qiymət qalxacaq. Kim daha çox satıbsa, deməli qiymət düşəcək. Yəni Freddə də, yəni konsolidasiya vaxtı, yəni belə deyək. Məhz bunun niyə yanlış yanaşma olduğunu həmən izahda görə bilərsiniz. Wyckoffun 3-cü qanunu məhz buna görə güc və nəticə qanunu adlanır. Söhbət sadəcə kiminsə daha çox alması və satması deyil. Və həmən burada göstərilib, aşağıda həcmləri var. Həcmlərə görə görsənir ki, həcm azalır, amma qiymət qalxır, görürsünüz. Burada da göstərir ki, həcm getdikcə buradan artıb, amma qiymət qalxmağı getmir. Fikir verin. Yəni, bu bazarın qavramaq baxımından prinsipial əhəmiyyət daşıyan bir məqamdır. Məsələn, qiymət yüksəliş zamanı görürsünüz ki, ticarət həcmləri artır və ya məqbul səviyyədə qalır. Bu halda böyük ehtimallar həmən həcm yüksəlişin davam etməsini dəstəkləyən amil ola bilər. Əgər siz qiymətin yüksəkliyini, lakin ticarət həcmlərinin azaldığını görürsünüzsə, böyük ehtimalla bizi qiymət enişi gözləyir. Hər kəs bağa qiymətə satmaq istəyir, amma qiymətlər getdikcə bağalaşdıqca həmən qiymətdən almaq istəyənlərin sayı azalır. Nəticədə qiymətin aşağı düşməsi ehtimalı artır. Üçüncü nümunə isə belə görünür. Qiymət uzun müddət aşağı düşür və birdən-birə əvvəlkindən əhəmiyyətli dərəcədə böyük ticarət həcmi meydana çıxır. Lakin buna baxmayaraq qiymət artıq əvvəlki kimi əhəmiyyətli dərəcədə aşağı düşmür. Bu halda yuxarı hərəkət üçün ilkin zəmin yarana bilər. Əgər birinci və ikinci nümunə əsasən birinci qanun, birinci və ikinci, bu da üçüncü. 1, 2, bu da 3. 3. Əgər birinci və ikinci nümunələrdə əsasən birinci qanunu, tələb və təklif qanununu məntiqindən istifadə etdiyimizi, üçüncü nümunədə isə üçüncü qanunun, güc və nəticə qanunu işlədiyini daha başa düşdünüzsə, deməli Wyckoffun sizi analiziniz üçün çox faydalı olacaq. Yəni, birinci qanuna əsasən, ikinci qanuna əsasən, üçüncü qanuna əsasən. Görürsən, 3 dənə qanun üstə demişdim Wyckoffun. Üçüncü nümunədə bazar əhəmiyyətli səy göstərdi, lakin nədənsə bunun qarşılığında çox kiçik nəticə əldə etdi. Bütün bu müddət ərzində trend aşağı istiqamətlidir. Başqa sözlə qiymət düşürdü və hər şey belə desək normal çərçivədə gedirdi. Biz planlı şəkildə müəyyən edilmiş istiqamətdə hərəkət edirdik. Sonra isə nəsə dəyişdi və qiymət artdı. Əvvəlki istiqamətdə hərəkətin davam etdirə bilmədi. Bazar əvvəlki hərəkəti davam etdirmək üçün daha çox səy göstərdi, amma nəticə olmadı. Bu üçüncüdə qiymət düşür. Burada getdikcə həcm artır. Yəni qiymət belə yuxarı qalxışa getmir. Yəni həcm artır, amma qiymət yenə də burada oynayır. Yəni bu hissədə oynayır. Yuxarı qalxışa getməyib, yəni o mənada, yəni. Sonra isə nəsə dəyişdi və qiymət artıq əvvəlki istiqamətdə hərəkətini davam etdirə bilmədi. Bazar əvvəlki hərəkəti davam etdirmək üçün daha çox səy göstərdi, amma nəticə olmadı. Bir qədər də yanacağı sərf etdi. Yeni nəticə yoxdur. Qiymət demək olar ki, yerində dayanıb. Deməli, göstərilən səylər nədənsə müvafiq nəticə vermir. Həmən burada. Görürsən, müvafiq. Bunlar artım gərək çox artadı. Bu da olmadı. Demək olar ki, buralarda fırlanır. Burada. Bu nümunədə həmən səbəb tələbdir. Bu nümunələrin mən cəmi bir neçə şam çərçivəsində göstərdim, lakin eyni məntiq uzun və yorucu konsolidasiya mərhələsində də eyni şəkildə işləyir. Wyckoffun öz izahlarında bu yanaşmadan istifadə edərək kompozit insan, yəni kompozit mən anlayışı irəli sürmüşdür. Yəni o bazarı sanki bir nəfər tərəfindən idarə olunmuş kimi qəbul etməyi təklif edirmiş. Amma söhbət qiymətin indi hara gedəcəyini dəqiq bilən düzgün gizli
manipulatorlardan getmir. Yəni bazarda manipulyasiya yoxdur, prosta sadəcə sizlər üçün yazmışam. Yəni select var. Yəni görsünüz, kompozit insan, yəni kompozit insan nə deməkdir? Kompozit insan müxtəlif bazar iştirakçılarının məcmusudur. Buraya institutional iştirakçılar, investorlar, market makerlər və digər böyük iştirakçılar daxildir. İndi görürsünüzmü? Getdikcə biraz da geniş izah edəcəm sizə. Siz gördüyünüz konsolidasiyanı mən görəcəksiniz ki, necə görürəm. Hələ bunu mən sizə 5%, 10% izah edirəm. Əlavə olaraq ümumi sizdə Wyckoff'un 3 sənə üçünə də baxsaz 30% Wyckoff haqqında məlumatınız olacaq. 30% həddindən artıq böyük bir orada məlumatlardır. Boş-boş yəni sözlər deyil orada. Boş-boş mövzular deyil orada. Hansı ki konseptlə işləyib, nə bilim, sizin konsolidasiyada gördüyünüzü mən başqa cür görürəm. Sizin müəyyən bir hissədə baxıb nəticə çıxartdığınızı mən başqa cür nəticə çıxardıram. Ona görə mən indikatordan istifadə eləmirəm dostlar. Və kimlərsə deyəndə ki, trading qumardır, o insan dərk eləyə bilmir ki, trading də dostlar, gözü yumulub bayısı ilə açmırlar. Tradingdə də fundamental analiz istifadə ilə, qiymətin hara gedəcəyini analiz ilə və insan bəzi traderlər var, MM-in izləri ilə gedir, bəzi traderlər var, institutionalların izləri ilə gedir. Məsəl üçün, mən çalışıram institutionalların izləri ilə gedib. Başa düşürsün? Yəni, institutional traderlər ha tərəfə getmək istəyir. Niyə o necə olur ki, mən 5600-də düşüş deyəndə fundamental danışan adam mənə açır, nələri göstərir? 99-dan %99% insanın bildikləri. Nə bilim, çıxdı televiziyada Trump danışdı, nə bilim, filan inflyasiya göstəricisi bu oldu. Neft qalxdı deyənə, nə bilim, dollar gücləndi deyənə qızılla beləncik hərəkət elədi. Babasıcan bunları zəncirvarı birləşdirib. Mənə heç ehtiyac yoxdur, onları götürüm, birləşdirim çox vaxtı. Mən bazarda sizə bu kompozit operatorla birinci, ikinci hissədə ətraflı izah eləmişəm. Geniş, mənim kimi sizə izah eləyən olmayacaq. Geniş izah eləmişəm ki, onlar necə hərəkət edir, nə cür eləyir, necə sizləri padnosda xəbərlərlə çatdırırlar ki, indi bir dəqiqə alın, özləri altdan satırlar. Necə sizləri analiz eləyənlər var ki, qrafiki, nə bilim, orada sizə göykü, necə deyirlər onlara da, məlumat verənlər var ki, onlar hamısı sizə sizin istədiyiniz məlumatı deyir, siz də onların məlumatından oturub durursunuz. Nose trader, news traderlər kimi hərəkət edirsiniz və sonra da deyirsiniz ki, mən traderam. Nose trader kimi, news trader kimi mən heç vaxt hərəkət eləmirəm. Kim nə dedi, xəbərlərdən nə çıxdı, mən axırıncı dəfə xəbərlərə nə vaxt baxmışam, özümün də yadından çıxıb ki, nə vaxt mən xəbərlərə baxmışam. Mən sadəcə qrafikin izlərinlə getmişəm. Başa düşürsən də, yəni kompozit operatorların izlərinlə. Düzdür, burada çox şeyləri mən sizə açıb demirəm. Elə şeylər var ki, YouTube-da belə iş eləsən, gedib tapa bilməyəcəksən söhbətə. İstəyirsən ki, ChatGPT-yə sual verə, söhbət onda deyək, ChatGPT mənim kimi bunu izah edəcək ki, ChatGPT kompozit operatorlar soruş ki, mənim kimi sənə danışacaq, gör. İstəyir onun pullu versiyası olsun, istəyir pulsuz versiyası olsun. Və ətraflı sizə necə izah edirəm, heç bir yerdə belənçə olmayacaq. Çoxları gəlib də mənimlə götürüb bu sözləri gedəcəklər özlərində, nə bilim, dəstəqə salacaqlar akademiyalarda, nə bilim, filan, nə bilim, göy ki, mövzular eləyib, götürüb bir dənə dəstək kimi düzəldib həmən o sözləri özləri əzbərləyib, öyrənib, sizə deyib, durub onun arxasınca bir dənə video kurslar satacaqlar sizə. Hansı ki, insanlar hələ indiyəncə konseptlə hərəkət edib. Kompozit operatorla başa düşsən, sənə konsept demək olar ki, lazım deyil, heç lazım deyil. Nə indikator, nə konsept, nə bilim, otur rahat işi gör də, qrafikdə nə gedir, necə gedir, nə üçün gedir, kim hara gedəcək, necə gedəcək. 3997-ni mən gör nə vaxtdan gözləyirdim, oradan girişin günlükdə gəldi ki, prosto stop hissəsini qeyd eləməmişim. Gəldi oradan qalxış verib 4540-a kimi getməyə gözlədim. Ora çatana yaxın necə ki yaxınlaşıb, mənə deyirlər ki, filan vaxtda filan göstərici belə oldu. Mən bunu ay yarım bundan əvvəl gözləyirəm. Mən heç bilmirəm xəbərlərdə filan göstərici nədir. Bunlar hamısı sizlər üçün necə padnosda gətirirlər. Ona görə mən bəzi momentdə deyirəm ki, sizdə indi görəcək, sxemə baxa-baxa görəcəksiniz ki, sizləri bəzən baya verib, sel eləyirlər, selə verib
bay eləyirlər. Sizlər bunu görə bilmirsiniz. Boş-boşuna indikator qoşurlar, nə bilim, RSI belə gəldi, EMA belə getdi, nə bilim. Düz deyil, problem deyil, bax indikatoruna. Mən pis mənə prosta ki indikator başa düşsən qrafiki sənə də rahat olacaq. Başqa söz, indi davam edirik. Yəni onların hamısını isə sadə bir istək birləşdirir. Daha ucuz almaq və daha baha satmaq. Görürsən, kompozit operatorlar nə birləşdirir? Başqa sözlə onlar çoxdurlar, lakin bazarda sanki vahid bir iştirakçı kimi hərəkət edirlər. Niyə mən kompozit operatorlar dedim? Operator demədim bir dənəsin. Görürsən, necə ki onlar bir-birlərinin izlərinə düşüb gedirlərsə, eləncə də mən onların izlərinə düşüb gedirəm. Bu yanaşma bazarın davranışını bizim üçün daha asan qavramağa imkan verir. İndi gedirik bu bir dəqiqə aşağı. Baba burada bir dəqiqə gedirik aşağı dostlar. İndi burada fikir verin. Baba neçə dənə fazadan ibarət. Demək olar ki, birinci faza, ikinci faza, üçüncü faza, dördüncü faza. Bunlar faza deməkdir. Yəni, davam edir. Kompozit insanın bazar dövrü. Yəni onu demək olar ki, bir bütöv addımı 4 dənə fazadan ibarətdir. Bunu sizə demişdilər, yox. Nəticədə kompozit insanın öz məqsədini həyata keçirmək üçün keçdiyi 4 əsas fazadan ibarətdir. Toplanma, accumulation, yəni birinci faza toplanma. Sonra toplanma. Bir şeyi satmaq üçün əvvəlcə onu almaq lazımdır. Buna görə ilk mərhələdə mövqelərin toplanmasıdır. Mövqelərin toplanması nə gedir? Bax dostlar, gəlin bu sistemə bir bonus da deyim. Bax, kompozit operatoru tutalım ki, burada 50 dənə alırsa, burada satır məsələn, bax, burada satır 20 dənə, hamısını satmır. Bu hissədə bu alırsa, tutalım 200 dənə, bax, burada satır məsəl üçün 50 dənə. Başa düşdünüzmü? Bax, konsolidasiya belə bir formada yaranır. Sizə gözmü? Məcazi mənada necə yarandığını da sizə izah edirəm. Çoxları heç bunu bilmir. 99% bilmirdi daxildə nə baş verir. İkinci, impuls yüksəliş trendi. Markup. Bu mərhələdə qiymət yüksəlməyə və trend formalaşmağa başlayır. Bax, ikinci mərhələ, impuls. Baba, trend formalaşır burada. Gözmü impuls. Hələ burada süni və dəstək müqamət yeri. Gedirik hələ. Onlara da biz baxacaq hələ. Üçüncü, paylanma, distribution. Bu mərhələdə əvvəllər toplanmış mövqeləri satır. Beləliklə, kompozit insanın əsas məqsədi həyata keçirilmiş olur. Ucuz almaq və baha satmaq. Bu hissədə kompozit operatoru artıq, yəni paylanma, distribution. Bildiniz distribution nədir? Bu mərhələdə əvvəllər toplanmış mövqelər satılır. Beləliklə, kompozit insanın əsas məqsədi həyata keçirilmiş olur. Ucuz almaq və baha satmaq. Üçüncü mərhələni gördünüzmü? Buradan ucuz satışlara başlayır, tez də satışa vermir. Davam edirik. Bax, indi kim ki deyir ki trading qumardır, indi o insana bir söz deyirəm. Bax, bu insanlar hamısı spotda alış-verişlərlə məşğuldur. Baba, spotda alış-verişlərlə məşğuldur. İndi əgər sən onun qumar deyirsənsə, onda spotda da qumar deməlisən. Davam edirik mövqelərimizi. Elə bilirlər ki, bir damcı şey öyrəniblər tradingdən. Elə bilirlər ki, tradingdə yalandan buy-sell knopkası kimsə 2000-i gətirdi, 15.000 elədi, itirdi. O bilmədi, onu biliyor o qədər deyir. Full marja ilə bazara girməz də birinci növbədə bu elə tradingin qaydasını pozulmasıdır. Belə insanlar trade deyil. Hər insan elə buy-sell vursa, o insan özünü trader sayırsa, o trader deyil. Hər buy-sell vuran insan trader sayılmır. Trade bir ömür boyu depozitlə trade eləsin. Bu bilirsiniz nə deməkdir? Elə bil ki, bir məktəbdə 3 nəfər əlaçı var, qalanları oxuya bilmir, 3 alırsa, artıq bunu pis mənada qəbul etmək lazım.
Bəlkə qalanları heç öyrənə bilmir, ya zəif qavrayır, ya da heç öyrənmək istəmir. Nəyisə haqqında danışanda geniş, ətraflı öyrənmək lazımdır. Araşdırmaq lazımdır. Dördüncü, eniş. Yəni dördüncü eniş. Korreksiya. Yəni markdown. Korreksiya, yəni markdown. Yəni paylanma fazası səbəb olduğu üçün onun nəticəsi olaraq qiymət də enmə və ya aşağı istiqamətli trend meydana gəlir. Yəni paylanmaya görə, yəni ondan sonra gözmür, trend gedir aşağı. Paylandığına görə. Yəni üçüncü fazada səbəb paylanma formalaşdı. Dördüncü fazada onun müvafiq nəticəsi qiymət enişi görülür. Gördünüz mü? Burada nə baş verdi orada da. İndi gedək bunu digər bir qrafiklərdə də baxaq. Diqqət yetirək. Məsəl üçün fikir verin. Qrafikdə. Fikir verirsinizmi? Məsəl baba. Baxan insan başa düşəcək. Baba, görürsün, indikator lazımdır mı burada? Lazımdırsa dediyin ki, indikator lazımdır. Fikir verin. Kompozit operatorların atdığı addımlar xırda. Ümumiyyətlə bu addımın özü belə bütöv götürsək uzaqdan kompozit operatorun atdığı addımıdır. Onun içində xırda addımlar da var. Başa düşdünüzmü? Yəni mən sözləri çox deyə bilməm, üzr hesab edin dostlar. Reakkumulyasiya və redistribusiya. İkinci fazada, yəni yüksəliş trendi zamanı reakkumulyasiya, yəni mərhələlərini görə bilərik. Bu təkrar toplanma fazalarıdır və çox vaxt ilkin toplanma qədər böyük olmur. Yüksəliş trendi bazara əlavə iştirakçıları cəlb edir. Çünki hər kəs mövcud trend istiqamətində gedən rallidə iştirak etmək istəyir. Yəni qalxış zamanından söhbət getdi. Məsələn, rallidə hamı iştirak etmək istəyir, qoşulurlar qalxışa. Eyni şəkildə dördüncü fazada, yəni eniş trendi zamanı redistribusiya, yəni mərhələsini də görə bilərik. Yəni düşüş zamanı da həmən bu söhbət dördüncü fazanın söhbətidir. Bunlar müəyyən mənada reakkumulyasiyanın əks analoqıdır və sonraki eniş hərəkətinin davam etməsi üçün ara mərhələ rolunu oynaya bilər. Sizin belə bir sualınız yarana bilər. Burada şəkildə göstərdiyim kimi hər şey bu qədər sadə olmayanda nə etmək lazımdır? Bu halda yenə də Wyckoff'un üçüncü qanunu, güc və nəticə qanunu köməyimizə gəlir. Baba, güc və nəticə qanunu elə belə demədim. O 3 dənə qanunu elə belə demədim. Məsələ çəkmədim. Baba, buralarda. Yəni, burada ən azından baxacaqsan, biraz öz işi asanlaşdırmaq üçün altdan olan həcmlərə baxacaqsan. Abyom gedir, Rusca onlar trading view-da da var. Alt həcmlər. Bunlar hər biri bir şamdakı olan həcmdir, məsəl üçün. Sadəcə bu dəfə söhbət bir neçə şam çərçivəsindəki hərəkətdə yox, konsolidasiyanın qiymətləndirilməsində gedir. Bundan əlavə Wyckoff konkret aktivin xarakterinə diqqət yetirməyi tövsiyə edirdi. Məsələn, Ripple, yəni XRP, XRP, gəl XRP-yə gedək, XRP. Hoppana, baba dostlar, bu XRP-dir. Diqqətlə baxırıq. Məsələn, XRP götürürsəniz, o məsələn, efirə nisbətən efir kimi hərəkət etməyəcək. Gözmür, efir budur, XRP budur. Burada biraz qarma-qarışıq ola bilər. Efirdə bir dənə qəşəng hərəkət edir. Göz aydın şəkildə hərəkətlər gedir. Baxanda bəziləri gözmür. Ona görə istəyir altcoin'ə baxasan, istəyir nəyəsə baxasansa, sən artıq burada onların atdığı hərəkəti necə? Hansı, məsələn, efirdə görürük ki, rahat aydın başa düşmək olur. Məsələn, XRP-də biraz qarma-qarışıqdır.
Ethereum yüksələndə bunu daha aydın və məntiqli şəkildə edir. XRP isə tez-tez gözlənilməz və qeyri-adi hərəkət edir. Buradakı qrafiklər də eyni zaman intervalına aiddir. Yəni burada eyni time frame-də olan qrafiklərdir. Tamam, M5-cə M5, məsələn H1-cə H1, ikisi də eyni time frame-dədir. Prosta yəni bunun da məsəl ona görə çəkmişəm ki, baxanda tamam ki, euro USD-də baxsan, nə mansa baxırsan, görürsən ki, hansısa bir qəşəng, yəni aydın vari hərəkət eləyirsə kompozit operatorla, elə orada trade eləyə bilərsən. Yəni sən biraz qarma-qarışıqlarda çətinlik çəkirsənsə, qarma-qarışıqda trade eləməyə də bilərsən. Yəni getdikcə sən kompozit operatorları dərindən öyrənsən, bilsən, onda sən getdikcə bacarığın həddindən artıq artacaq. Başa düşəcəksən nə baş verir. Və sizə bir söz də deyim, bu kompozit operatorla birliyi ona görə lazımdır ki, yatırımlarda da sənin çox köməyinə çatır. Yatırımlarda bu demə deyir ki, mən yatırımda aldım bunu. Bilirsiniz necə yatırıma siz baxırsınız, deyirsiniz qumardır. Yatırımda bilirsiniz, bugün mən almaq istəyirəm. Girdim bazara, bir dənə neçədir, alım, həbsi aldım. Elə yatırım olmur. Ya da gedim, nə bilim, invest az çəkib də baxım səhminin göstəricilərinə baxım. Səhmin göstəricilərinə baxım görüm. Burada nədir? Burada bu göstəricidir, burada bu göstəricidir səhmdə. Burada. Baxdın, pis qutardı. İndi mən gedim bunu alım. Getdim, aldım bunu. Pis qiymət düşdüsə mənim vecimə deyir, mən itkidə deyirəm və s. Belə bir fikirlərlə yaşayım. Bəlkə sən, məsəl üçün, Bitcoin-u tutalım alırsan və bəlkə sən alırsan, nə bilim, belə deyim də, düşüş bir vəziyyətdə, yəni kompozit operatorları əllərin boşaldı gedirlər həddindən artıq da. Yəni o sistemi sən görə bilmirsən. Sən elə bir momentdə almısan ki, sən yüksəkdə almısan. Sən alandan sonra bir müddət ola bilər 3 dollar, 5 dollar, 10 dollar, 20 dollar səhmin qiyməti qalxar. Ondan sonra yavaş-yavaş başlayır düşməyə. Və baxacaqsan, 300 manata aldığın səhmin dəyəri olub 200 manat, 150 manat. Bu necə oldu? Bu o demək, mənim əlimdədir, nə vaxt istəsə qalxacaq. Olmazdı ki, sən elə analiz eləyərdin, həmən kompozit operatorları izləyərdin, fundamentalı analiz eləyərdin. Fundamentaldan güclü olanlardan bilər ki, trade qumardır, onu bilməlidir. Gedib analiz eləyib baxardın, almayardın yuxarı qiymətdə, gözləyərdin bir 5 gün, 10 gün sonra alardın aşağı qiymətdə. Kompozit operatorlarla bir yerdə alardın, sonra da kompozit operatorlarla bir yerdə təpədə satardın. Olmazdı mı elə? Olardı. Gəl ki, bunları bilmədiyinə görə spotu sadə bir şey, yəni qumardır, spotda alıram, nəyimə gərəkdir? 1 dollar, bəlkə də ömründə heç aldığın qiymətə qalxmayacaq. Heç vaxt da qalxan da deyil. Bəlkə də 1000 dollarlıq nəsə almısansa, onun dəyəri düşüb olub 10 dollar, ömrü boyu uç gəlib heç 200 dollar da olmayacaq. Sən o müddətlə yaşayacaqsan. Spotda 3 cür səhmlər olur. İstəyir kriptovalyuta, istəyir 3 cür səhmlər olur. Və sual versən ki, onlar hansılardır? İnsan bilməyəcək. Bəzi məqamda sual versən ki, tam səhmləri almağa nələrə diqqət yetirməlisən, nələrə baxmalısan. 99,99% insanların invest azda dediyi sözləri deyəcək ki, filan göstəricinə bax, burada çoxdursa və yaxud da onun kampaniyanın borcu varsa filan ki, böyük yatırımcılar elə şeylərlə baxmır. Elə onlar çöllərini pul atmayıblar ki, ancaq gözlərini rəqəmləri tiksinlər. Onların baxış bucaqları çox başqadır. Yəni onlar pullarını çölə atmayıblar dostlar. Davam edirik. Həmçinin bazarın ümumi əhval-ruhiyyəsi nəzərə almaq çox vacibdir. Əgər bütün bazar güclü şəkildə yüksəlirsə, onda hər hansı konsolidasiyanın paylanma, distribution olması ehtimalı təbii olaraq daha aşağıdır. Ümumiyyətlə, konkret aktivin bazara nisbətən gücünü müəyyən edə bilərsiniz. Məsələn, kriptovalyuta bazarında seçdiyimiz aktivin Bitcoin-ə qarşı necə davrandığına baxa bilərik. Əgər həmən aktiv bazara nisbətən güc nümayiş etdirirsə, növbəti konsolidasiyanın paylanma olması ehtimalı daha aşağı olacaq və nəhayət hamının başladığı yerə birbaşa toplanma və paylanma sxemlərinə keçər.
keçək. Mənim başa düşdüyüm qədər bir çox insan hesab edir ki, qral məhz bu sxemlərin içində gizlənib. İndi mən sizə birazdan sxemlərdən danışacağam. Hansı ki, mən hissə 1, hissə 2-də qoydum və siz orada çoxlarınız baş açmadı ki, bu nədir? Onu da indi deyəcəm bu videoda. Elə bil ki, qral, yəni mən elə bil ki, ən bir nömrədə, yəni bu. Dedim ki, sxemdən əlavə sən bunu anlamalısan, indi izah edəcəm burada sizə. Davam edirik o mənada. Lakin mənim fikrimcə və tam yoxlanılmamış müşahidələrimə görə qralın təxminən 70% yuxarıda izah etdiyimiz məntiqdədir. Gördünüzmü? Məntiq. Söhbət odur ki, burada strategiya yoxdur bazarda. Bazarda ki, böyük pullar strategiya görə hərəkət eləmir dostlar. Böyük pullar başqa cür hərəkət edir. Onu yadda saxlayın. Davam edir. Sxemlər isə metodu tamamlayan pattenlər şəklində yaxşı bir bonusdur. İndi patten fason kimsə göstərmişim. İndi bunu biraz da genişsə izahlayacağım. Metodda izah olunan məntiqə nə qədər az dərindən bələd olsanız, qrafikin Wyckoff'un təklif etdiyi sxemlərə bir o qədər çox bənzəməsini gözləməli olacaqsınız. Getdik, davam elədik. Salam dostlar. Yığım sxemi. Çatdıq. İndi biz bunu o vaxtı mən sizə qoymuşdum burada. Siz çox çətinlik çəkdiniz, bəlkə bilmədiniz. İndi video uzun çəkir deyənlər dostlar, çoxlar deyəcəklər, papıda uzun video çəkir. Sən öyrənmək istənsə bunu, dərk eləmək istənsə, oturub səbirli olub baxmalısan. Trade böyük bir səbir tələb eləyir. Əgər səbirin yoxdursa dostlar, trade eləmə, çıx get tradedə. Bu bir ikinci də qaldı ki, mən bunu sizə təmənnasız deyirəm. Təmənnasız demək o demək deyil ki, bu pisdir, başa düşürsünüz. Sizin beyninizdə bəzilərin elə formalaşıb. Amma gəl ki, yenə də mən çox məqamları demirəm. Çünki yenə də bu dediyim məqamlar digərlərindən sizə ən çox kömək eləyən məqamlardır. Yadda saxlayın. İndi baxırıq. Burada gördüyümüz kimi A, B, C, D, Y. Görürsünüz, bölünüb.